Hörmətli izləyicilər, salam. Mən Əli İskəndərov yenə Yardımlı rayonunun zirvələrindən birində bu gözəl yerləri sizə təqdim etmək istəyirəm. Əlbəttə, Yardımlını tanımaq istəyən, Yardımlıdan boy verib xaricdə ruzi dalıca gedən, müxtəlif iş dalıca gedən, məskunlaşan və tarihin qisməti ilə düşən ayrı-ayrı soydaşlarımız üçün, yurttaşlarımız üçün bax bu süjeti yenə də Yardımlı doğma diyar, Yardımlı gözəl diyar, yurdumuzu tanıyaq və tanıtdıraq layihəsi çərçivəsində. Bugün də 7 iyun 2023-cü il, saat da 18:25 dəqiqə. Bax, gördüyünüz bu məkan Yardımlı rayonunun Məceyir kəndinin qaya üstü deyirlər. Qaya üstü. Bilmirəm nə üstü deyirlər, amma Ostar kənd cəmaatından buranı qaya üstü kimi tanımışam, görmüşəm, eşitmişəm. Gördüyünüz kimi yaz davam edir, bahar fəsli davam edir. Düzdür, Yardımlıda əvvəllər bir balaca quraqlıq oldu. Ənənəvi olaraq aprel ayında yağış yağmadı. Amma Allahın lütfüne, Allahın şükür onun böyüklüyünə may ayından başlayaraq Yardımlıda yağıntıların olması və davam etməsi istər-istəməz bu ərazidə olan otlaq sahələri, biçənək sahəsində və yaxud otlaqlarda yenidən floramız boy verdi, bir-birindən zənginliklər. Bax, gördüyünüz əlimdə tutmuşam bu çiçəklər, dağ çiçəkləridir. Xoş rayihəsi var. Kaş burada olardınız, bunun rayihəsini hiss edərdiniz. İstər dağ laləsi, istərsə də qurd otu və digər bitkilər, mən hələ bir qismini, kiçik bir qismini əlimə aldım və sizə göstərməyə çalışdım. Doğrudan da onun rayihəsi adamı buhuş edir. Nəinki bu, ətrafda olan bütün flora adamı buhuş edir. Bura çox gözəl yerdir. Bura həm də tarixin acınacaqlı dövrünü yaşamış yerdir. Mən sizə dəfələrlə bizim kanalımızı izləyəndə, istər bu Yardımlının keçən əsrin 50-ci illərin ortalığında Stalin rejimi ilə deportasiya olmuş kəndlərimizin talehindən müxtəlif süjetlər təqdim etmişdim. Yenə də bax, o Məceyir, Vəlişli, Avaraq və Ləceyir, Ovra və digər kəndlərindən reportajlar yayımlananda yenə də mən Məceyirlə Vəlişli kənd həmdamlarında, yəni qaya üstü yerdə sizə bax bu görünüşü təqdim etmək istəyirəm. Yazın davam edən bir gözəl füsunkar dövründə otların, bitkilərin, bir-birindən bəhsə girən çiçəklərin və bu çiçəklərin ətrindən bihuş olan müxtəlif quşların cəhcəhi dövründən sizə reportaj yayımlayırıq. Bura gözəl dövr, bura gözəl yer, bura gözəl bir məkan, həm də yazın gözəl dövrü. Amma bir zamanlar burada insanlar, bu torpağın yiyəsləri, bu örüşlərin yiyəsləri istər-istəməz faciələr yaşayır. Mən istər qarşıda Vəlişli kəndi haqqında, Məceyir kəndi haqqında, Avaraq kəndi haqqında və sadaladığım digər kəndlər haqqında reportajlar yayımlamışdım. YouTube kanalımızda var. Amma yenidən, bax bu məkana mən yenidən gəldim. Əlbəttə tarixin sorağı ilə, ayrı-ayrı tarixi abidələrimizin sorağı ilə, ayrı-ayrı təbiət abidələrimizin sorağı ilə mən yenidən bu məkana gəlmişdim. Gələndə istər-istəməz bu ərazinin gözəl duyğularına, təmiz hava, gözəl füsunkar bir ətrafda mənzərə və gördüyünüz kimi iyun ayına olmasına baxmayaraq ətrafda bir bulud, sərin hava çöküşü olub. Bu da yazın xüsusən bu ərazi üçün demək olar ki, ənənəvi olaraq həmişə bu ərazilərdə müşahidə edilən və bu xüsusən may, iyun aylarında müşahidə edilən bir hava görüntüsü.
Qarşıda isə Bəlişli meşəsi deyirlər. Bu meşə baxanda bu qayaların təpəsindən o meşələrin baxanda istər-istəməz kaş burada olardınız. Kaş buranın gözəlliyini görərdiniz. Necə də füsunkar, necə də gözəl. Mən bu məqamda bu meşələri qoruyan fədakar meşəbəyləri yada salmaq istəyirəm. Bir zaman bu meşəbəyi bu təxminən 3 ay bundan, 2 ay bundan qabağa rəhmətə gedən Zamanxan Cabbarovu xatırladım. Zamanxan Cabbarov bu meşələri qorudu və ondan sonra əmanət etdi, Allah verdi Qulamova. Allah ona da rəhmət eləsin. Bunları göz bəbəyi kimi qorudular. Qorudular bizlər üçün, yeni nəsil üçün və bizlərdən deyəndə gələcək nəsillər üçün saxladılar. Bu meşələr bir-birindən bəhsə girən palıd, fıstıq, vələs, ağcaqayın, digər ağaclar bir-birindən bəhsə verir, boy atır. Nə yaxşı ki, bu ərazilərə avtomobil yolu çəkilməyib. Əgər avtomobil yolu çəkilsəydi, yəqin ki, bir çox meşələrimiz kimi, tarmar olan meşələrimiz kimi bu meşələr də tarmar olardı. Amma bu meşələrə, həmin o fədakar meşəbəylərin sayəsində avtomobil yollarının çəkilməsinə qoymadılar, imkan vermədilər avtomobil bu əraziyə girsin və yaxud ağır tırtırlı texnika bu əraziyə girsin və meşə brakonyerləri də bundan istifadə edərək meşələri tarmar edib satmaq üçün, pul əldə etmək üçün bu meşələri qırmağına mane oldular və əvəzində bu zəngin meşə boy verdi. Ərazidə gördüyünüz kimi Qulludaş sıra dağları, yəni Peştəsər sıra dağlarının davamlı olan Qulludaş sıra dağları, hansı ki başları bu gün dumana bürünüb, dumanın da öz gözəlliyi var və təbiətin də öz gözəlliyi var. Bu ətraf aləm yaşıl libasa bürünüb, bu yaşıl libasın içində kol bitkiləri, xüsusən bu kol bitkiləri içərisində vəhşi əzgil, itburnu, qaragilə, qırmızıgilə və digər qiymətli qırmızı kitaba düşən kol bitkiləri boy verib bu ərazilərdə sanki bir gözəllik yaradırlar. Və eyni zamanda bu ərazilərdə zəngin otlaqlardan istifadə edən Ostar kənd cəmaatının örüş kimi istifadə etdiyi mal-qarası. Əfsuslar olsun ki, mən təxminən 6-7 il bundan qabaq gəldiyim bu ərazilərdə həmin dövrdə olan mal-qaranı görmürəm. Bilmirəm, insanlar mal-qaranı saxlamaqda perik düşdü sanki. Bax, bu ərazilərdə həmişə otlaq zəngin olub, xüsusən mal-qara üçün. Amma kənd təsərrüfatı yardımında mən deyərdim siyasəti iflasa uğrayır. İnsanlar elə bir təsərrüfatı saxlamaqdan, təsərrüfat becərməkdən, mal-qara saxlamaqdan, toyuqca saxlamaqdan elə bir yorulublar. Bilmirəm bu nədəndir. İnsanlar mərkəzi şəhərlərə üst tuturlar. Amma əslində insanlar bu yurtda qalsalar, bu ərazidə olan o zəngin resurslardan istifadə edərək öz keçinəcəyini, öz güzəranını daha zəngin qura bilərlər. Bu məni üzür, açığını deyir. Amma nə yaxşı ki, bir çox adamların burada mal-qarasını gördüm, xüsusən sağmal inəklərini gördüm. Onların balalarını gördüm, hansı ki bu otlaqlarda otladıqca necə deyərlər, bu zəngin floradan qidalandıqca həmin heyvanlar daha sağlam görünür. Daha necə deyərlər, sakinlərimizə səmərəli, necə deyərlər, o insanlara daha çox fayda verəcəyini düşünürəm. Bax, gördüyünüz mən bu ərazidəyəm. Uzaqda isə Vəlişli kəndi. Vəlişli kəndi açığını deyim, yəni mən öyrənmişəm ata-babalardan, keçmiş yaşlı adamlardan ki, Vəlişli kəndi bir zaman Ökü kəndinin, hətta bəzən Şiravanca kəndindən də olan, Mamulğan kəndindən də olan, əsasən Ökü kəndinin burada yaylağı olub. Qışda həmin adamlar deməli Ökü kəndinə gediblər, yayda isə gəliblər bu ərazilərdə mal-qara saxlayıblar. Amma mən keçən əsrin 50-ci illəri, 40-cı illəri, hətta 30-cu illərin arxiv sənədlərini araşdırarkən bu ərazidə bir Vəlişli kəndinin mövcudluğunu, o cümlədən qonşuluqda olan
təxminən buradan bir 500 metre aşağıda iki necə deyirlər, el arasında poca deyirlər. İki qayanın arasında var olan və bu gün qalıqları olan, bu gün qoz ağacları, o nişanələri olan Məcəyir kəndinin ətrafındayım və bu ərazilər elə bir sükuta bürünür. Bu sükutun içində mən bura gəldim. Bu sükutun içərisində həm quşların nəğməsini dinlədim. Digər tərəfdənsə babalarımızın ruhunu saygı ilə yad etdim. Və digər tərəfdən Ostahar kənd cəmaatına dualar etdim ki, nə yaxşı ki, Ostahar kənd cəmaatı bu ərazilərə yiyəli gedir. Yuxarıda isə Quludaş Sıra dağlarının o zirvələrindən isə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhəd xətti gedir. Hansı ki, bir zaman biz SSR deyilən Sovetlər İttifaqının tərkibində olarkən Sovet-İran sərhədi də bax bu ərazidən gedirdi. Böyük Azərbaycanı bölən tikanlı çəpər, yəni deməyim oldu ki, Böyük Azərbaycanı bölən tikanlı çəpər təxminən 1 kilometr yuxarıda olan, bax o meşə zolağının ortasından gedir, meşə zolağını ortadan bölür və Böyük Azərbaycanı iki yerə bölür. Bu ərazidə isə bir sükut, bir huzur və bir təbiətin gözəlliyi və bir təbiətin bakirəliyi hökm sürür. Burada bir sərin hava, burada bir təmiz hava, burada bir gözəl aura və bu auradan təbii ki, mən istifadə edərək yardımının gözəlliklərini sizlərə ərmağan etməyə çalışıram. Yardımı doğrudan da gözəl diyar, yardımı turizm potensialı ilə zəngin olan diyar. Əfsuslar olsun ki, bu turizm potensialı ilə çox adamların xəbəri yox, yəni respublikamızda söhbət gedir. Bu resursları işə salan, bu resurslardan istifadə edərək bu adamlar üçün iş yeri olaraq bu gözəl məkanlarda istirahət mərkəzi salmaqda nəysə iş adamları qaçaraq düşür. Amma bura gözəl məkan. Mən də burada sizə bir reportaj yayımlanaraq bu gözəl məkanları sizə göstərməyə çalışıram. Qonşuluqda əvvəlki sujetlərimizdə izlərsiniz Məcəyir kəndinin xarabalıqları və təxminən 1 kilometr, 2 kilometr yuxarıda isə uzaqda deməli o dumanlı dağların altında bir yurd yeri var. Ora Vəlişli kəndidir. Bir zaman orada da insanlar yaşayıblar, yaradıblar, orada mal heyvan saxlayıblar, öz keçinəcəyini keçirdiblər. Hətta Vəlişli kəndində deməli, hörmətli izləyicilər, Vəlişli ibtidai məktəb olduğu arxив sənədləri də sübut edir. O cümlədən Məcəyir kəndində və buradan o yana Avaraq kəndində də. Əfsuslar olsun ki, bugün onların xarabalıqlarından xırda izlər qalır. Bu izlər isə adamları kədərləndirir. Çünki keçən əsrin 20-ci əsrin əvvəllərində 114 kəndimiz olduğu halda indi isə bizim 86 kəndimiz var. Keçən əsrin ortalarında repressiya olunan, deportasiya olunan adamları bu ərazidən, bu gözəl diyardan, bu gözəl cənnət məkandan ferik düşən bu diyar yalnız və yalnız xatirələr, bir də o kəndin yerində nişanə olaraq qoz ağacları və o cümlədən və armud ağacları onlara şahidlik edir. Mənim elə güman edirəm ki, bu süjetim siz üçün maraqlı olacaq. Söz yox ki, bu qısa vaxt ərzində biz bu ərazilərin gözəlliklərindən və tarixindən və keçmişindən, bugünündən ətraflı sizə məlumat verə bilmirik. Amma elə hesab edirik ki, ümumi məlumat sizlər üçün və yeniyetmə və yeni nəsil üçün faydalı olacağını düşünürəm. Çox sağ olun.